Herkese salam. DİM 2025 test toplusundan halogenlər, xlor bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlardan 10-cu sualın izahına baxaq. Demək, metal xlorla reaksiyaya daxil olur və reaksiyada metal xlor 2 alınır. İlk olaraq reaksiya tənliyini yazaq. Metal xlorla reaksiya daxil olur, alınır metal xlorid. Əmsala ehtiyac yoxdur. Bizdən metalın nisbi atom kütləsini istəyir. Metal atomunda 35 neytron olarsa onun proton sayını hesablayın. Demək, reaksiya daxil olan metalımızın kütləsi 48 qramdır. 48 qram metal məsələnin şərtində deyilir ki, 0,75 mol xlorla reaksiyaya daxil olur. Yəni, biz baxırıq reaksiya tənliyimizə. Metalımızın kütləsini bilmirik, yazaq X. X qram metal isə 1 mol xlorla reaksiyaya daxil olur. Buradan tənasübü həll edirik. 0,75 x bərabərdir 48. X ilə bərabər olacaq 64. Yəni metalın nisbi atom kütləsi 64-ə bərabərdir. Məsələnin davamında deyilir ki, metal atomunda 35 neytron varsa onun proton sayını hesablayın. Biz bilirik ki, elementin kütləsi proton və neytronun cəminə bərabərdir. Onun nisbi atom kütləsini tapdıq 64. Neytronunu verib bizə 35. Protonunu isə bilmirik. Yəni proton sayını istəyir. Proton da bərabərdir. Kütlə çıxılsın neytron. Edəcək 29.